MİQə dəstəyi üçün, həm də bloka dəstəyi üçün belə bir sualın izahına baxaq. Qeyd edim ki, bu sual 2021-ci il MİQ sualıdır. Çox maraqlı bir sualdır. Hər iki imtahana düşə bilər, təbii ki. Və sualımızı oxuyaq. Sintaktik təhlili mübtəda xəbər sxeminə uyğun gələn cümlədə qrammatik normanın pozulmasına səbəb ola bilər. Biz qrammatik normanı yadımıza salaq. Keçən videolarımızda da demişdik ki, qrammatik normanın qaydalar, bir sıra qaydaları var. Hansılardır? Məsələn, ismin şəkilçiləri öz ardıcıllığı var. Ardıcıllıq pozulmamalıdır. Fiilin şəkilçilərinin ardıcıllığı olmalıdır. Bunlar qrammatik normadır. Digər bir sıra, bir çox saylardan sonra gələn isimlər cəmdə olmalıdır. Müəyyən miqdar saylardan sonra gələn isimlər təkdə olmalıdır. Söz sırası pozulmamalıdır. Və s. Yəni qrammatik norma əsas xüsusiyyətlər bunlardır. İndi biz sxemə baxanda görürük ki, baxın burada uşaqlar, sxemdə görürük ki, söz sırası pozulmayıb. Çünki artıq bilirik ki, söz sırası necə olur? Mübtəda və xəbər varsa, mübtəda və xəbər sonra gəlir. Söz sırası burada pozulmayıb. Və bizə lazımdır qrammatik normanın pozulması və aşağıdakı cavablara baxaq ki, belə bir cümlədə, yəni mübtəda və xəbərdən ibarət olan cümlədə başqa nə zaman qrammatik norma pozula bilər? A bəndi, sözlərin birində saitlərin yazılışı. Baxın, uşaqlar, saitlərin yazılışı fonetik normadır. Sözlərin birində samitlərin yazılışı yenə hansı norma oldu? Fonetik norma. Sözlərin düzgün tələffüz olunmaması, bu da fonetik normadır. Pozulmasıdır. Cümlə üzvləri söz sırasının tələblərinə uyğun yazılmadıqda artıq söz sırası, cümlə üzvlərinin söz sırası düzgündür. Bu cavabı niyə götürmürük? Biraz diqqətli olaq. Çünki bizə artıq cümlə verilibdir. Sözlər verilməsə də sxem verilibdir. Sxemdə görürük ki, söz sırası pozulmayıb. Ona görə D bəndi də bizim cavabımız ola bilməz. Y bəndinə baxaq. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvündə söz sırasının pozulması. Artıq bu D ilə Y fərqli cavablardır. Diqqətli olaq burada. Burada artıq cümlə üzvü demir. Hər hansı bir cümlə üzvündə diqqətli olaq. Söz birləşməsi işlənib. Bu söz birləşməsində söz sırası pozulub. İndi onu daha da aydın bilmək üçün, aydınlaşdırmaq üçün mən bir dənə cümlə yazıram. Məsələn, deyək ki, mənim evim yaxındadır. İndi baxaq, bizim sxemimizə uyğundurmu? Bəli, yaxındadır. Oldu xəbər, nə? Mənim evim. Mübtəda və xəbər oldu mu? Söz sırası pozulmadı, düzdürmü? İndi Y bəndində nə deyilir? Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü. Baxın, söz birləşməsi ilə ifadə olunan cümlə üzvü budur. Mənim evim. Sözlərin yeri dəyişilərsə, söz sırası pozularsa. İndi cümlə aşağıda belə yazın. Baxın. Evim mənim yaxındadır. Yenə də burada nə oldu? Xəbər və mübtəda. Xəbər və mübtəda yerini dəyişdimi? Dəyişmədi. Olduğu kimi qaldı. Çünki mənim evim tipli, yəni üçüncü növtəyin söz birləşmələri ayrılmır. Yenə də onlar yerini dəyişdirsələr də, yenə də bir cümlə üzvüdür və mübtəda olaraq qalır. Amma sözlər yerini dəyişdiyi üçün qrammatik norma pozuldu mu? Təbii ki, pozuldu. Evim mənim yaxındadır desək, söz sırası pozulduğu üçün qrammatik norma pozuldu. Deməli, uşaqlar, cavabımız hansı oldu? Y bəndi. Ümidvaram ki, bu sual sizə aydın oldu.